Xoş gördük dostlar. Deməli, keçən dərsimizdə biz pompların və valvın idarə etmə faceplate'ini qururduq. Gəlin açaq bizim faceplate'i. Və davam edək dərsimizi. Dostlar, gəlin birinci bizim on button'dan başlayaq. Properties'e gəlirik. Bizə lazım olacaq bunun background kolları və burada dynamic dialog seçirik. Boolean və tag əlavə edirik. Burada gələk bizim bunun içinə blue ola bilər, red ola bilər, fərq eləməz. Burada deməli onda qırmızı olsun. Və burada neyiniz dostlar? Burada deməli bu blue yazısını silirik. Bir də üstəki ştrixi saxlayırıq. Yəni kaviçkanı Azərbaycan dili sözünü açıq bilməm nədir o adı. Və ignore basırıq. Dostlar, girdim, tərcümə elədim. Sitatlar deməkdir. Bilməm, düzdür yoxsa yox. Tək sitat, bir də iki sitatlar. Amma burada deməli ok düyməsini basırıq. Üzr istəyirəm dostlar, ignore basmalıydıq bir dəqiqə. Ignore basırıq və sonra oku basırıq. Ignore. Və eyni əməliyyatı biz eləyəcəyik sizlə text üçün. Text bizdə haradaydı? Font text. Bəli. Dynamic dialog, boolean. Deməli tag, bu pump on. Deməli onu seçirik, ok düyməsini basırıq. Deməli burada bunu off eləyəcəyik. Ok eləməzdik, amma ev yoxdur, off olsun biri. Və burada yenə bu blue'nu silirik. Və ok düyməsini basırıq, ignore edirik. Və növbəti də keçirik biz sizlə deməli bu ondur bizdə, bu okdur, bu offdur. Maraqlı oldu bizdə. Ben bunun adını dəyişək, birinci start edək. Hoşum gəlmədi bundan. Start. Və burada da biz sizdən mouse'dan istifadə edəcəyik. Ona görə də keçək keyboard, focus, mouse, release left düzdür və burada direct connection seçirik. Və bizdə dostlar, burada bu konstant olmalıdır, hansı ki bizim taqa bağlı olmalıdır. Ona görə burada biri basırıq və burada taqları seçirik. Taq. Və burada artıq yenə oxşar əməliyyatdır. Deməli, oku basırıq. Burada deməli, bunu silirik. Blue silindi və oku basırıq. Növbəti isə bizdə stop olmalıdır. Burada off yazmışıq. Gəlin bunu stop eləyək. Stop. Və burada da eyni əməliyyat olacaq. Deməli, release, direct connection, constant. Burada artıq konstant da biz sıfırı seçməliyik sizdən. Sıfır eyni cür taqa bağlayırıq. Və burada da pump on. Deməli, silək bunu. Ok düyməsini basırıq. Və indi gələk bizim faulta. Faultda biz bunu necə eləyəcəyik sizdən? Və faultda gəlin biz status bizdə dəyişməlidir. Gəlin onu textdən eləyək.
Textlə eləyək. Dynamic dialog, boolean və bunu bağlayacağıq sizlə taga. Və bu bizdə olacaq pump off. Bizdə fail yoxdur da. Oku basırıq. Və burada false-da olsa dostlar, bu deməli faultu düşməməlidir. Bizdə yəni normal olmalıdır. Yəni normal yazaq. Normal. Ok düyməsini basırıq. Və burada da eyni əməliyyat eləyirik. Bunu silirik. Ok, ignore. Bir dəqiqə dostlar, mən bunu yoxlayayım. Biz burada pumpları seçdik də sizlə, düzdür. Startdı, event. Baxın, görün, biz burada pump'dı, düzdür. Stop'da bəs. Stop'da da pump'dı. Və ondan qabaq biz sizlə okta işlədik. Okta deməli burada pump'dı. Ignore. Və bir də bizdə color-daydı, səhv etmirəmsə. Burada da pump'dı, düzdür. Və bizdə qaldı bu fold-da, gəlin rəngi də dəyişək. Deməli biz sizlə dəyişdik fontu. Bir dənə də qaldı color, background color. Buna da deməli dynamic dialog, boolean, tag. Tagda da yenə pump off. Və burada bizdə false-da olanda olsun yaşıl rəngdə. Və burada bunu silək. Ok, ignore. Deməli, növbəti bizdə olacaq test funksiyonu. Testdə də biz test elədiyimiz üçün biz istifadə edəcəyik sizlə deməli constant 1. Biz yəni tripi test eləyəcəyik sizlə. Və burada deməli və bu testi deməli silmək üçün biz reset eləyəcəyik sizdən. Deməli resetə gəldik. Properties, released, left, direct connection. Bunu artıq 0 edəcəyik burada. Tak. Deməli bunu off. Bunu silirik. Və bizdə qaldı display dostlar. Display deməli biz bağlamaq üçün elə displaydən istifadə edəcəyik. Deməli release, direct connection. Deməli bizdə burada nə olacaq? Object picture, yox, current Windows olacaq. Düzdür, onu 0'a eləyəcəyik. Eləməliyik sizlə və burada display ok. Deməli, gəlin dostlar, bunu save eləyək. Bu bizim valve'ımız pump-a aiddir. Bir dənəsində eyni cür save as eləyək. Bu artıq valve'a aid olsun. Valve. Və bugünkü dostlar dərsimiz bu qədər. Çox sağ olun, təşəkkür edirəm sizə. Abunə olmağı yaddan çıxartmayın və videodan xoşunuz gəldisə like qoymağı yaddan çıxartmayın. Çox sağ olun. Növbəti dərslərədək.